Salam, hər vaxtınız xeyir. Dəyərli həmkarlar, mən hal-hazırda özümün də çalışdığım Göçərən Çayırkənd Ümumi Təhsil Ümumi Məktəbinin qarşısındayam. Bizim məktəbimiz gördüyünüz kimi kənd yolun kənarında yerləşir. Allah'a şükürlər olsun ki, abadınız xeyir. Allah'a şükürlər olsun ki, kəndimizin yolu keçmiş Sovetlər dövründən qalma bərbad bir haldaydı. Müasir dövrdə çiçəklənən, inkişaf edən Azərbaycanımızın belə deyək də bir göstəricisi olaraq bizim kəndimizdə layihə əsasında plana düşdü və yenidən bərpa olundu. Yüksək səviyyədə, yəni belə deyək də həqiqətən də çox keyfiyyətli asfalt örtüyü ilə örtülmüşdür yolumuz. Amma gördüyünüz kimi məktəbin qapısı birbaşa kənd yoluna açılır. Bir qədər kənarda bağça da yerləşir, eyni ilədir. Və bizim hörmətli sürücülər öz nəqliyyat vasitələri ilə bu yolun bu düz istiqamətindən gələrkən və gedərkən, bu istiqamətdə də, qarşı tərəfə də, ikisinə də çox hallarda sürət həddini azaltmırlar. Nə cür gəlirlər, o cür də keçirlər. Təbii ki, bu da bizi narahat edir, bir müəllim kimi mən də, çünki şagirdlər bəzən kütləvi halda dərsdən çıxırlar və kütlə halında bir yola çıxırlar, yolun hərəkət istiqamətinə. Bu da təhlükəli anlar yaşada bilər, yarada bilər. Və tərəfimizdən ötən il ərzində cəhdlər edilsə də, həqiqətən də bəlli oldu ki, yol tikintisində layihə zamanı məktəb yaxınlığında və bağça yaxınlığında avtomobil nəqliyyat vasitələrinin hərəkətin məhdudlaşdıran maneələrin qoyulması nəzərdə tutulmayıb. Yəni bu layihədə yoxdur, yəni nahaq ilə danışmayaq, bu bir fakt. Ancaq indi belə yarandığımız çətinliklərlə bağlı baş verə biləcək təhlükə mənbəyi, yəni ki, olmasın, xoşa gəlməz hadisə. Yəni biz qərara gəldik ki, müəyyən kənd icma nümayəndələri və yaxud da məktəb müəllimləri ki, heç olmaya iki istiqamətdə, gördüyünüz kimi, deməli, cənub tərəfdə, bağça yaxınlığında və gördüyünüz kimi, şimal tərəfdə, məktəbin qapısına yaxın bir ərazidə heç olmasa 2 ədəd süni maneə yerləşdirilməyinə nail olaq ki, bir qədər nəqliyyat vasitələri öz sürətini azaltsın. Bununla ötəri çalışırıq, neçə vaxtdır. Ümidvaram ki, indi müəyyən lazım yerlərə müraciət etmişik, bir də edərik, yəqin ki, adiyyəti qurumlardan bir köməklik göstərə bilən olar. Diqqətinizə görə sağ olun. Könüllü İctimai Nəzarət Birliyi, Mərkəzi Aran Regional Təşkilatı, Göyçay, Əhmədov, Anar.